İbrahim, bəli ata, insanların hamısını razı salmaq mümkündürmü? Xeyr ata, bu sözləri eşit. Güldüm, xoşlarına gəlmədi. Ağladım, xoşlarına gəlmədi. Güldüm, dedilər, heç həya etmirsən. Ağladım, dedilər, niyə gülməsəmirsən? Təbəssüm etdim, dedilər, riyakarlıq edir. Qaşqabağımı tökdüm, dedilər, gizlətdi, yüzə çıxdı. Sustum, dedilər, dili tutulub. Danışdım, dedilər, çox danışandı. Səbir göstərdim, dedilər, qorxağın işidir. Gücü çatsaydı, intiqam alardı, dedilər. Cəsarət göstərdim, dedilər, bu düşüncəsizlikdəndir. Hökm versəydi, bu qədər cəsarətli olmaz, dedilər. Və anladım ki, mən etsəm də insanları razı salmaq mümkün deyil. Hər halda qınanacağam. Allah səndən razı olsun İbrahim. Deməli, insanları razı salmaq əlçatılmaz bir məqsəddir.